Hər vaxtınız xeyir, əziz Azərbaycan könüllüləri. Sizlərlə birlikdə bir ay daha geridə qoyduq. Elə isə gəlin keçirilən layihələrə nəzər salaq. Söhbətçi layihəsi çərçivəsində Azərbaycan könüllüləri Azərbaycan mədəniyyətinin sevilən siması, əməkdar artist, aktrisa və teleaparıcı Dilarə Əliyeva ilə görüşüblər. 7-11 mart tarixlərində Şəki Olimpiya İdman kompleksində Könüllü Baharı 2 Azərbaycan könüllülərinin yaz düşərgəsi həyata keçirilib. Azərbaycan könüllüləri Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşkilatçılığı ilə Həmkarlar İttifaqları və Gənclər mövzusunda həyata keçirilən maarifləndirici tədbirdə iştirak ediblər. Gənc idarəçilərin süni intellekt inkişaf proqramı həyata keçirilib. Mart ayına əsasən verilən xəbərlərimiz burada yekunlaşır. Bizi izləməyi, paylaşmağı və könüllü dostlarınızı burada dəvət etməyi unutmayın. Hələlik!